yine Tovuz'dayım. Çok şadam. Sizinle beraber olmağımdan çok memnunum. Geçen ilde görüşmüştük ve son iller ərzində bir neçə dəfə Tovuz'a gelmiştim. Ve bugün de güzel açılışlar, güzel tədbirlər keçirilir. Elbette onların içinde bu diagnostika ve diyaliz merkezi xüsusi yer tutur. Yadımdadır bu merkezin temel daşını beraber koymuştuk ve şadam ki indi güzel bir tip ocağı yaradılıbdır. Bütün şərait var. Bunun adı hemodiyaliz merkezidir ama aslında burada hem diagnostika hem müalicə, eyni zamanda cərrahiyyə üçün imkanlar var. Böyük bir tip merkezidir. Ve hesab edirəm ki, vətəndaşlar bu mərkəzdən səmərəli şəkildə istifadə etməlidirlər. Əlbəttə ki, ilk növbədə profilaktik tədbirlər görülməlidir. Diagnostika, müalicənin aparılması üçün başlıca şərtdir. Mən bütün tip ocaqlarının açılışlarında qeyd edirəm. Bir də demək istəyirəm ki, vətəndaşlar gərək vaxtında müayinədən keçsinlər ki, gələcəkdə öz sağlamlığını saxlaya bilsinlər. İnsan amili bizim siyasetimizin prioritetidir ve bu merkezlerin açılması da onu gösterir ki çok güçlü sosyal siyaset aparılır. Bu diagnostika ve müalicə merkezlerinin tikintisi indi geniş vüsət almıştır. Son 10 il ərzində 500'den çox tip merkezi Azərbaycanda tikilmiştir. Ve demək olar ki, bütün bölgelerde keyfiyyətli tibbi xidməti almaq üçün indi imkan var. Avadanlıqlar ən müasir standartlara cavab verir. Mimarlıq baxımından bütün xəstəxanalar çox gözəldir, çox genişdir, rahatdır. Və demək olar ki, indi elə bölgə yoxdur ki, orada müasir tip ocağı olmasın. Məqsəd də məhz belə qoyulmuşdur ki, hər bir yaşayış məntəqəsində, böyük şəhərlərdə, rayon mərkəzlərində keyfiyyətli tibbi xidmət olmalıdır. Və mən şadam ki, artıq Tovuzda da bu mərkəz yaradılır və insanların sərəncamına verilir. Bütünlükdə deyə bilərəm ki, son illərdə səhiyyə sahəsində nəticələr yaxşıdır. Bunu həm biz deyirik, həm beynəlxalq qurumlar və onların arasında dünya miqyasında bu məsələlərlə məşğul olan Ümumdünya Səhiyyə Təşkilatı bunu qeyd eləyir. Keçən il Bakıda keçirilmiş Avropa konferansında qeyd olundu ki, Azərbaycanda səhiyyə sahəsində böyük irəliləyiş əldə edilmişdir. Bunu statistik göstəricilər də təsdiqləyir. Səhiyyə sisteminin səmərəliyini göstərən bir neçə kriteriyalar, meyarlar vardır. Onların arasında insanların ömrünün uzunluğu, bu Azərbaycanda bu istiqamətdə irəliləyiş var, artır insanların ömrünün uzunluğu, uşaq ölümü isə azalır. Uşaq ölümü bütün dövrlərdə bizdə böyük problem idi. Bugün də bu problem hələ ki lazımi səviyyədə həll olunmur. Hələ ki biz inkişaf etmiş ölkələrdən biraz geridəyik. Ancaq hesab edirəm ki, belə mərkəzlərin və digər tədbirlərin görülməsi nəticəsində bu sahədə də biz dünyanın aparıcı ölkələrinin səviyyəsinə qalxmalıyıq. Və digər göstəricilər deməyə əsas verir ki, səhiyyə sisteminin təkmilləşməsində yaxşı nəticələr var. Amma hələ ki, tam bizi bu sahə qane edə bilməz. Əlbəttə ki, biz çalışırıq ki, müasir mərkəzlər tikilsin, avadanlıq alınır, böyük vəsait xərclənir. Ancaq bəzi hallarda xidmətlərin keyfiyyəti bizi qane etmir və bu məsələlər üzərində daha da çox işləməliyik. Burada göstəriləcək, əminəm ki, xidmət yüksək səviyyədə olmalıdır. Yaxın zamanlarda bu mərkəz fəaliyyətə başlayacaq. İndi fəaliyyətə başlamaq üçün bütün imkanlar var. Yaxşı həkim tərkibi burada formalaşmalıdır ki, Tovuz rayonun sakinlərinə yaxşı xidmətlər göstərilsin. Və insanın sağlamlığı üçün lazım olan amillər bəllidir. İlk növbədə diagnostika və müalicənin vaxtında aparılması.
Eyni zamanda əlbəttə ki, ətraf mühit yaxşı vəziyyətdə olmalıdır və bu baxımdan Tovuzda heç bir problem yoxdur. Ekoloji vəziyyət burada yaxşıdır. İçməli su mütləq təmiz olmalıdır və bugün Tovuzda içməli su layihəsinin istismara verilməsini biz qeyd edəcəyik. Hesab edirəm ki, böyük hadisədir. Ondan sonra əlbəttə ki, keyfiyyətli qida olmalıdır. Bu məsələyə də biz diqqət yetiririk və müvafiq orqanlar istehlak bazarındakı vəziyyəti müşahidə edir, nəzarət edirlər. Hesab edirəm ki, bu istiqamətdə də irəliləyiş var. Digər amillər də öz rolunu oynayır. Onların arasında idman da çox vacib məsələdir. Tovuzda artıq neçə ildir ki, idman mərkəzi vardır. Yəni, bütün bu faktorlar insanların sağlamlığını təmin edir və eyni zamanda maddi rifah məsələləri. Və Azərbaycanda son illər ərzində bütün bu istiqamətlər üzrə biz yaxşı dinamikanı görürük. Nəinki Tovuzda, istənilən bölgədə bütün bu istiqamətlər üzrə bizim siyasətimiz aparılır və bu ilin sonunda regionların sosial-iqtisadi inkişafı dövlət proqramının ikinci hissəsi başa çatır və proqramda nəzərdə tutulmuş bütün məsələlər artıqlaması ilə öz həllini tapır. Və gələcək planlarımızla bağlı da bizim kifayət qədər dəqiq fikirlərimiz var. Gələcək illərdə Azərbaycan əlbəttə ki, bundan da sürətlə inkişaf etməlidir və edəcəkdir. Bütün infrastruktura layihələri başa çatmalıdır yaxın gələcəkdə və deyə bilərəm ki, Tovuzda da bu istiqamət üzrə işlər yaxşı gedir. Bugün bura gəlmədən əvvəl yeni kəndləri birləşdirən yolunun açılışında biz olduq, iştirak etdik. Bu Tovuz rayonunda icra edilən ikinci böyük layihədir. Birinci layihəni keçən il biz başa vurduq, indi ikinci layihə və beləliklə 80-ə yaxın kəndi birləşdirən bu yollar artıq istismara verilir. Yol da inkişaf deməkdir, həyat deməkdir və rahatlıq deməkdir. Və onu da qeyd etmək istəyirəm ki, bütün bu layihələr sırf sosial xarakter daşıyır. Bu layihələrin heç biri kommersiya xarakter daşımır. Və bu layihələrə qoyulan investisiyalar insan kapitalına qoyulan investisiyalar. Bax, bu mərkəz, içməli su layihəsi, kənd yollarının tikintisi, olimpiya kompleksi, məktəb tikintisi Tovuzda geniş vüsət almışdır. Bütün bu layihələr insanlar üçündür, ölkəmiz üçündür, sizin üçündür. Və dövlətin borcudur ki, bu siyasəti aparsın və Azərbaycanda bu istiqamət üzrə çox ciddi siyasət aparılır. Və bir də demək istəyirəm ki, dəfələrlə demişəm və bu sadəcə xoş sözlər deyil, bütün bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, onun sağlamlığı, təhlükəsizliyi, rifahı və rahatlığı. Və mən hər dəfə belə açılışlarda olarkən çox sevinirəm ilk növbədə və eyni zamanda düşünürəm ki, daha biz nə etməliyik, əlavə nə etməliyik. Keçən dəfə Tovuzda olarkən soruşdum mən icra başçısından sonra deputatlarından əlavə nə etməliyik, onlar bu kənd yolu layihəsini verdilər, onu da eləyirik. İndi sizdən soruşmaq istəyirəm ki, əlavə biz nə etməliyik ki, burada işlər daha da yaxşı geçsin. Yəqin ki, sizin fikirləriniz var bu məsələlərlə bağlı. Daha yaxşı işləməliyik. Əlbəttə. Hər kəs yaxşı işləməlidir, hər kəs öz vəzifə borcunu yerinə yetirməlidir. Vətəndaşlar, icra nümayəndələri, digər vətəndaşlar, fəallar. Çünki bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycan daha da güclü dövlətə çevrilsin və bütün işlər Azərbaycanda yüksək səviyyədə aparılsın. Rayon İctimaiyyətinin nümayəndəsi Aybəniz Dəmirova Azərbaycanın tərəqqisinə, xalqın firavanlığına, həmçinin Tovuzun inkişafına göstərdiyi qayğıya görə Tovuzluların ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Möhtərəm cənab prezident, icazə verin ki, rayonumuzun ictimaiyyəti adından, o cümlədən səhiyyəçiləri adından salamlayım. Rayonumuzda çox xoş gəlinsiniz deyim. Bugün
məmnunluq hissi ilə bildirmək istəyirəm ki, bugün açılışdan yığışdırılmış bu müəssisə sizin Tovuz rayonuna növbəti böyük töhfəmizdir. Bütün bunlara görə biz sizə səmimi minnətdarlığımızı bildirmək istəyirik. Sizin doğma Azərbaycanınıza rəhbərlik etdiyiniz son ildə Azərbaycanın siması köklü sürətlə dəyişmişdir. Kəndləriniz, şəhərləriniz tanınmaz bir hala düşmüşdür. Və bununla bərabər insanlarımızın da həyat səviyyəsi, həyat şəraiti, onların ictimai-siyasi həyata baxışları da tamamilə dəyişmişdir. Bugün ölkəmizin bütün bölgələri kimi Tovuz rayonunda günü-gündən inkişaf edir. Bu qısa müddət ərzində Tovuz rayonunda çoxsaylı təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilmiş, geniş parklar salınmış, geniş yollar çəkilmişdir. Bütün bunlar hamısı Azərbaycanın çiçəklənməsini göstərir. Bugün açılışına yığışdığımız bu mərkəz öz gözəlliyi ilə şəhərimizə xüsusi gözəllik verməklə yanaşı əhalimizin sağlamlığına xidmət göstərəcəkdir. Bu mərkəz ən müasir avadanlıqlarla təchiz olunmuş bir mərkəzdir. Bu mərkəzdə həkimlərin, tibb personalının fəaliyyəti üçün bütün şərait yaradılmışdır. Mərkəz hemodiyaliz şöbəsindən, poliklinika şöbəsindən, laboratoriyalardan, rentgen diaqnostika kabinetlərindən və digər otaqlardan ibarətdir. 2 il əvvəl istifadəyə verilmiş Tovuz rayon 80x Tovuz rayon xəstəxanası və bugünkü istifadəyə veriləcək bu mərkəz bizə imkan verəcəkdir ki, sizin bizə etdiyiniz göstərişləri həyata keçirək, insanlara daha yaxşı, əsaslı, köklü şəkildə yüksək keyfiyyətli tibbi xidmət göstərək. Cənab Prezident, 2008-ci il sentyabr ayının 14-də siz Tovuz ictimaiyyətinin nümayəndələri ilə görüşünüzdə demişdiniz ki, rayonda olan infrastruktur, şərait, xidmət, səhiyyə və təhsil ocaqlarının səviyyəsi dünya ölkələrinin səviyyəsində olmalı, dünya standartlarına uyğun gəlməlidir və bizim Azərbaycan vətəndaşları gözəl şəraitdə yaşamalıdırlar, yaxşı iş yerlərində işləməlidirlər, onlar üçün yaxşı iş yerləri olmalıdır, uşaqlarımız yaxşı məktəblərdə oxumalıdır, əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərilməlidir və artıq sizin bu dedikləriniz bugün öz təsdiqini tapmışdır. Biz bütün bunlara görə sizə öz minnətdarlığımızı bildiririk. Bir həkim kimi bildirmək istəyirəm ki, siz həmişə əhalinin sağlamlığını şərtləndirən sahələrin inkişafına xüsusi diqqət yetirirsiniz. Bugün Tovuz rayonunda su kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin sizin tərəfinizdən həyata keçirilməsi bizim rayon üçün xüsusi əhəmiyyətə malik, əvəz edilməz bir tarixi töhfədir. Buna görə biz sizə öz minnətdarlığımızı bildiririk. Bu layihənin həyata keçirilməsi nəticəsində insanlarımız ekoloji cəhətdən təmiz olan su ilə təmin olunacaqlar və rayonumuzda antisanitariya halları, infeksiyon xəstəliklərin yayılmasının qarşısı alınacaqdır. Biz bunları görürük, bunları yüksək qiymətləndiririk. Buna görə sizə yenə də öz dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Bugün əhalinin səhhəti naminə görülən işlər gələcək nəslinin sağlamlığına göstərilən bir qayğıdır. Möhtərəm Prezident, biz canlı şahidik ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi siz son 10 ildə Azərbaycanı öz mətin yorulmaz fəaliyyətiniz, mətin iradənizlə daim xoşbəxt gələcəyi, Azərbaycan xalqının xoşbəxt gələcəyə doğru aparırsınız və bunu hər bir Azərbaycanlı hiss edir, öz həyatında bunu hiss edir və onlar bir daha əmindirlər ki, onların bütün arzularını siz reallaşdıracaqsınız, siz gerçəkləşdirəcəksiniz. Biz həmişə sizinləyik, sizin siyasətinizi dəstəkləyirik, Azərbaycanın bugünü, gələcəyi sizinlədir. Həmişə sizin yanınızdayıq, Allah sizi qorusun. Qeyd elədiniz 2008-ci ildə mən demişəm ki, doğrudan da o vaxt mən belə ifadələnişlərirdim ki, hər şey dünya səviyyəsində olmalıdır. Amma iş burasındadır ki, son 5 il ərzində dünya standartları bir qədər aşağı düşdü. Azərbaycan standartları qalxdı. Belə mərkəzlər deyə bilərəm ki, hər bir inkişaf etmiş ölkə üçün bir nümunə olmalıdır və hesab edirəm ki, belə də var.
Çünki dünyanın müxtəlif yerlərində mən olmuşam, əlbəttə ki, tanış olmuşam vəziyyətlə və deyə bilərəm ki, belə yaraşıqlı, gözəl, o cümlədə memarlıq baxımından gözəl olan tibb mərkəzləri heç də hər bir ölkədə tikilmir. Və Azərbaycanda tikilən bütün, yəni dövlət nəzarətində olan bütün obyektlər böyük zövqlə tikilir, böyük ustalıqla və eyni zamanda şəhərləri gözəlləşdirir. Bax, bu mərkəz də öz memarlığı ilə seçilir və burada yaradılan şərait və bütövlükdə bizim tibb ocaqlarında yaradılan şərait, alınan avadanlıqlar ən müasir standartlara cavab verir. Çünki mən həmişə deyirəm ki, ən yaxşı şərait bizdə olmalıdır. Və Azərbaycan vətəndaşı yaşadığı bölgədən asılı olmayaraq ən gözəl xidmətə malik olmalıdır. Ona görə bizdə tikilən məktəblər, onların bəziləri belə bir ki, saraylardır. Bizdə tikilən xəstəxanalar da həmçinin, çəkilən yollar, digər obyektlərin tikintisi yüksək səviyyədədir. Və son bir neçə il ərzində mən daha çox Azərbaycan standartları haqqında danışıram. Və əgər biz indi dünyada gedən proseslərə nəzər salsaq, siyasi, iqtisadi hadisələrə nəzər salsaq, görərik ki, doğrudan da Azərbaycan standartları bugün bir çox ölkələr üçün nümunə olmalıdır. Bizdə olan sabitlik, inkişaf, hətta böhranlı illərdə yaşanan tərəqqi deyə bilərəm ki, heç bir yerdə yoxdur. Azərbaycanda, məsəl üçün, mövcud olan sabitlik, ictimai asayiş, bütün bunlar reallıqlardır və biz Azərbaycan vətəndaşları bu reallıqlara öyrəşmişik. Amma heç də hər yerdə belə deyil. İndi biz televiziyadan, başqa informasiya mənbələrindən görürük ki, nə qədər böyük problemlər yaşanır. Dünyanın istənilən bir yerində, bütün qitələrdə çox ağır hadisələr baş verir. Azərbaycan elə bil ki, bir inkişaf adasıdır, sabitlik adasıdır, həmrəylik adasıdır. Və bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda aparılan işlər xalq tərəfindən nəinki dəstəklənir, eyni zamanda xalq bilavasitə bu işlərin iştirakçısıdır. Və bütün görülən işlər bir məqsədi güdür ki, Azərbaycanın maraqları müdafiə olunsun, qorunsun, daha da yaxşı şərait yaradılsın, maddi rifah artsın və ölkəmiz öz dövlət müstəqilliyini qorusun, möhkəmləndirsin və bölgədəki mövqeyilərini daha da güclü etsin. Və hesab edirəm ki, son illər ərzində biz böyük dərəcədə bu hədəflərə çata bilmişik. Bu hədəflər açıq-aydın hələ 2003-cü ildə qoyulmuşdur və son 10 il ərzindəki işlər hesab edirəm ki, təqdirə layiqdir. Ancaq bunu əlbəttə ki, siz qiymətləndirməlisiniz və mən sadəcə olaraq çalışıram və çalışacağam ki, sizə, yəni Azərbaycan vətəndaşlarına xidmət edim və görəndə ki, hansısa gözəl bir nəticə əldə olunur, əlbəttə ki, mən də sizin qədər buna sevinirəm.